2017-ci ildə məndə onurğa beyninin yırtıqları əmələ gəldi. Buradan yenə o Pakizə xanıma səslənirəm ki, mənim Form 88-imi göndərsin. 220 manat alırdım. Sonradan artıq 250 manat olanda mənim pensiyam kəsildi. Ağsu rayonunun Ilxıcı kənd sakini İlyas Məlikov onurğa beyninin yırtığı diaqnozu ilə uzun müddətdir yataq xəstəsidir. Son 4 ildə isə vəziyyəti daha da ağırlaşıb və demək olar ki, hərəkət qabiliyyətini tamamilə itirib. 2017-ci ildə məndə onurğa beyninin yırtıqları əmələ gəldi. Çox yerə müraciət elədim, yəni hər yerdə də bunun müalicəsi olmadığını söylədilər. Yəni özümü idarə eləmək üçün fizioterapiya, iqloterapiya lazım idi. Onlar da çox baha bir şeylərdir. Ona görə də bir-iki dəfə kredit götürüb elədim, sonra gücüm çatmadı. 2020-ci ildə mənə pensiya kəsdilər, 2-ci qrup əlil kimi. Keçən il 5 ildən sonra vaxtı qurtardığında təzədən analizlər verməli idim. Ağsu rayonuna müraciət elədi yoldaşım, mən gedə bilmədiyimə. Pensiya alanda elə bir ki, hasiyyələ yeriyə bilirdim. Ancaq artıq 4 ildir yeriyə bilmirəm, tərpənə bilmirəm də. Oturaq halda olduğunda yataq yaraları da əmələ gəlir məndə. Ağsu rayonundan gəldilər, məni müayinə edildilər evdə. Sonra sənədlərimi yazdılar, evdən yoldaşım apardı Şamaxıya. Şamaxıda dedilər ki, yox, təzədən müayinə eləsinlər, qanaliza versin. Bir də video şəklində çəksinlər videosunu, göndərsinlər bizə. Onu da Ağsu rayonundan sağ olsunlar, gəldilər, elədilər, göndərdilər. Orada bir Pakizə xanım var, Şikarovu. O dedi ki, yox, bu mütləq getməlidir Bakıya. Bakıda yatmalıdır 10 gün, müayinə olunmalıdır, təzədən gəlməlidir. Çünki bu xəstəlik çox ağırlaşıb. Bu indi ikinci qrup yox, birinci qrup alacaq. Biz də dedik ki, biz yol çıxa bilmirik də, çox problemdir. Elə gələr, bilsəydik Şamaxıya gələrdik. Bizə elə köhnə sənədlərlə, yəni nə yazılıb anketimdə, onu ilə elə ikinci qrupumu versinlər də, 220 manat alırdım. Sonradan artıq 250 manat olanda mənim pensiyam kəsildi. Ala bilmədim. Mən də deyirəm ki, 250 manat bu dəqiqə mənim üçün çox böyük puldur da, ailəm böyükdür. Evdə 5 nəfər yaşayır və ailənin yeganə işləyən üzvü İlyas bəyin həyat yoldaşıdır. O həm evin maddi yükünü daşıyır, həm də yataq xəstəsinə gündəlik qulluq edir. Bu isə ailənin sosial durumunu daha da çətinləşdirir. Ailəmin 5 üzvü var. 2 körpə uşağım var, ikisi də 5-ci sinifə gedir. Yoldaşım, bir də analığım. Yoldaşım məktəbdə işləyir, xadiməçi kimi. 350 manat sərf eləməmsə pul alır. Bizi dolandıran odur. Yəni artıq o pensiya kəsiləndən mən, yəni uşaqların ayaqqabısı ilə, paltarı, hətta dəftər qələmini almağa ehtiyacım olur da. Onu mən ala bilmirəm, biraz da ondan əsəbləşirəm. Buradan yenə o Pakizə xanıma səslənirəm ki, mənim Form 88-imi göndərsin nazirliyə, görək orada imtina edirlər, etsinlər. Bilim ki, imtina etdilər, almayacam bir dəfə. İlyas bəy müayinədən imtina etmədiyini, sadəcə fiziki vəziyyətinin səfərə və stasionar müalicəyə imkan vermədiyini deyir. O, aidiyyəti qurumlardan yataq xəstəsi kimi vəziyyətinin nəzərə alınmasını, tibbi müayinənin evində aparılmasını və əlillik pensiyasının bərpası üçün köməklik göstərilməsini xahiş edir.